Salam, belə bir suala baxaq. Benzolun homoloqu verib, molekulunda sigma rabitələrin ümumi sayı A, hibrid orbitalların sayı A üstəgəl 8, X-in molekulunda olan proton sayını müəyyən edin. Benzolun homoloqlarının ümumi formulu CnH2n çıxılsın 6-ya bərabərdir. Və siklik birləşmələrdə sigma rabitələrin ümumi sayı molekuldakı ümumi atom sayına bərabərdir. Yəni A bərabər olacaq 3n çıxılsın 6. Hibrid orbitalların sayını müəyyənləşdirək. Demək, benzolun homoloqlarında bilirik ki, benzol həlqəsi vardır və bu benzol həlqəsində bütün karbon atomları sp2 vəziyyətindədir. Yəni, burada 6 karbon var və 6 karbon da sp2 hibrid halındadır. Onda əgər 6 dənə karbon sp2 halındadırsa, yerdə qalan, yəni N-in 6-sı isə sp3 hibrid vəziyyətində olacaq. Bu zaman hibrid orbitallarımızın sayı burada 6 vurulsun 1s2p, yəni 3, 18 dənə buradadır. Burada 4'ü vururuq N-ə, 4n çıxılsın 24 də burada cəmi edir 4n çıxılsın 6. Yəni biz nə tapdıq? A bərabərdir 3n çıxılsın 6, A üstəgəl 8 də bərabərdir 4n çıxılsın 6. Biz gətirib A-nın bu qiymətini burada yerinə yazırıq. 3n çıxılsın 6 üstəgəl 8 bərabərdir 4n çıxılsın 6. N bərabərdir 8. Demək, bizim formulumuz C8H10 olur. Molekulda protonların sayını müəyyən etməyimizi istəyir. Karbonda 6 dənə proton var. Hidrogenin isə 1 protonu var. Onda proton sayı bərabərdir 6 vurulsun 8. Yəni karbonun proton sayını vururuq molekulundakı atom sayına, yəni karbon atomlar sayına 6 vurulsun 8 üstəgəl 1'i vururuq 10'a edir 10, cəmi 58 dənə proton olmuş olur.